kimi dindirirsən, danışdırırsan, deyir depressiyadayam. Bu da əslində normaldır. Yəni insanıqsa müəyyən bir problemlə qarşılaşıb depressiyaya düşə bilərik. Amma mənə çox maraqlıdır. İnsanların xüsusilə maddi ehtiyacdan dolayı depressiyaya düşməkləri gələcəkdə nə ilə nəticələnə bilər? İnsanın sosial, bioloji, fizioloji, psixoloji və s. ehtiyacları ödənilmirsə və insan onun fərqindədirsə ki, Azərbaycanda vətəndaşlar bunun fərqindədir. Bura Əfqanistan deyil, bura İraq deyil ki, hamı kasıb olsun və heç kim kasıblığın nə olduğunu belə dəqiq təsəvvür eləyə bilməsin. Azərbaycanda böyük kontrast var ki, birinin evdə saxladığı hər hansı bir ev heyvanına bir həftədə xərclədiyini başqa biri 10 ilə xərcləyir. Bunları görür insanlar və bu da dediyimiz o frustrasiyanı, xəyal qırıqlığını və s. yaradır. Nəticə etibarilə də bu əhval-ruhiyyə təsir göstərir neyrohumoral tənzimlənən orqanizmimizə. Orada serotonin, dopamin, noradrenalin hamısı dəyir bir-birinə və bu xroniki stres xarakterini alır ki, bir müddətdən sonra da təbii ki, gətirib çıxara bilər depressiyaya.